Herkese salam, TV Show Magazin kanalımıza xoş gəldiniz. Müğənni Aysun İsmailova Moskvadan Bakıya uçmaq üçün gözləməli olub. Belə ki, onun uçuşu ləğv olunub və o qızının 10 aylığına gəlib çata bilməyib və buna görə hava limanında duygusal anlar yaşayıb. Həmin görüntüləri sizlərə hər vaxtınız xeyir olsun. Hələ ki Moskvada aeroportdayam. Hələ ki uça bilməmişəm. İnşallah ki mən Minskə uçacağam. Minskdən də Azərbaycana gələcəm. Çünki birbaşa Azərbaycana reys yoxdur. Bir dənə Şeremetyevo aeroportundan Aeroflot uçur. O da yalnızca dünən gecikən, yəni get uçmayan, bileti olan, o reysə olan adamlar aparır. Mən hələ ki gözləyirəm. Bugün qızımın 10 ayı olur. İlk dəfədir ki onun yanında yoxam, amma çatdırmağa çalışıram özümü. İnşallah ki böyüyəndə məni bağışlayar. Əsl da sağ-salamat çatdım yanına. Bir gün gec qeyd eləyərəm, heç nə olmaz. Özüm orada olmasam da sağ olsun millət hortumu falan göndərib. Belə. Axır ki təyyarəyə mindik. İndi gedirik Minskə. İnşallah gecə reysindən də Minskdən Bakıya uçacağam. İnşallah sağ-salamat gəlib çataram. Hər birinizə mənə yazdığınız gözəl dualar üçün, etdiyiniz dualar üçün çox təşəkkür edirəm. Nə yaxşı ki varsınız. Allah heç kimi vətənindən ayrı salmasın. Heç kimi ailəsindən, balasından uzaq salmasın. Çox pisəm. Çünki bugün ilk dəfədir ki qızımın yanında yoxum. Amma gec də olsa özümü çatdıracağım. Gecə də olsa. İnşallah əsl ki sağ-salamat